Deməli, saat səhər-səhər 9-a 10 dəqiqə işləyib. Bu səhər yeməyi mənim ən sevimli səhər yeməyimdir. Demək olar ki, təqribən bir ay yaxındır hər səhər bunu hazırlayıram özümə. Bir dənə belə böyük Yunan yoğurtu var məndə. 310 qramdır bu ölçü. Deməli, protein tozu, bir dənə Yunan yoğurtu 2%lik və bir dənə də belə bir, bilmirəm fokuslaya bilir yoxsa yox. Mən bunu alıram Bravo'dan. Amma Arazda da var, digər mağazalarda da görmüşəm. Hər yerdə satılır, siz də alıb istifadə edə bilərsiniz. 1 manatdır. Elə də bahalı bir şey deyil. Protein miqdarı dəhşət yüksəkdir. Deməli, nə edirik? Bir paket Yunan yoğurtu əlavə edəcəyik. Bir qaşıq whey protein istifadə edəcəyik. Məndəki vanil ice cream aromalıdır. Yəni vanilya dondurma. Elə bir qaşığı da birbaşa boşqabımıza əlavə edirik və bunları qarışdırırıq. İndi üzərinə sizə bu göstərdiyim peçenyəni əlavə edəcəm. Əlimlə bu formada atıram üstünə. Bəs salın. Artıq hazırdır.